Salam, hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Bugün sizlər üçün Dövlət İmtahan Mərkəzinin abituriyentlər üçün təşkil etdiyi 16 mart 2025-ci il sınağındakı coğrafiya test izahlarını geniş şəkildə təqdim edəcəm. Sınağı keçmədən əvvəl videonu bəyənməyi və kanalımıza abunə olaraq dəstək olmağı unutmayın. İndi isə videomuza başlayaq. 31 nömrəli test tapşırığına diqqət edək. Azərbaycanda düzən meşə landşaftının yayıldığı ərazilər, düzən meşəlikləri şirin qurunçların sətə yaxın olduğu Şollar düzündə Qanıqayır çay çökəkliyi eyni zamanda Lənkəran ovalığındadır. Həmçində Kür boyu Tuğay meşələrdə buna misal çəkə bilərsiniz. Doğru cavab 1, 2 və 6-dır. Digər təqdim edilən ərazilərdə isə yarım səhralardır. Test 32-yə diqqət edək. Türyan çay və Tərtər çay üçün ümumi xüsusiyyətləri bizdən istəyir. Hövzəsi 2 təbii vilayətdə mənsəbi yarım səhra və quru iqlimdə yerləşir. Bu doğrudur. Belə ki, Türyan çayın hövzəsi Böyük Qafqaz və Kürdağarası vilayətləri, Tərtər çayda isə Kiçik Qafqaz və Kürdağarası vilayətləridir. Hər ikisi isə Kürdağarasında yarım səhra, quru iqlimində yerləşir, mənsəbləri ortaqdır. 2-yə baxaq. Qidalanmasında qar, buzlaq suları deyir, yanlışdır. Onların payı çox deyil. Əslində bunlarda yeraltı suların payı böyükdür. Üzərində iri seslər tikilmişdir. Bu ifadə Tərtər çay üzərində tikilmişdir, doğrudur. Türyan çay üzərində isə iri soletil stansiyaları mövcud deyil. Tərtər çay üzərindəki soletil stansiya biz Sərsənglə su qovuşanı qeyd edə bilərik. Bu ortaq deyil. Kür çayının qolları olması doğrudur. Belə ki, Türyan çay sol, Tərtər isə sağ qoludur. Mənsəblərin yerləşdiyi inzibati rayonlar həmsərhəddir. Bu da doğrudur. Türyan çay mənsəbində Ağdaş rayonu ilə Tərtər çay mənsəbi olan Bərdə rayonu bir-birinə qonşudurlar. 1 tektonik zonadan keçir, xeyr 2 tektonik zonadan keçir. Hər ikisi Türyan çay, Böyük Qafqaz qalxması və Kürdağarası əyilmə zonası, Tərtər çay isə Kiçik Qafqaz qalxması və mənsəbi Kürdağarası əyilmədə yerləşir. Beləliklə 1, 4, 5 D doğrudur. Test 33-ə baxaq. Rəqəmlərlə verilən coğrafi obyektlərə aid ümumi xüsusiyyətləri istəyir. Rəqəmlərdə burada 1 Madagaskar, 2 Böyük Britaniya adası, 3 isə Baffin torpağıdır. Ümumi ortaq ifadə istəyir. A-da konvergent toqquşma zonasında yerləşir. Bu ifadə yanlışdır. Tavaların sərhədində yerləşmir. Əhalinin sıx məskunlaşdığı ərazilərdir. Bu ifadə xüsusilə də Baffin donuşluq ərazidir. Əhali burada əlbəttə ki, sıx ola bilməz. Seizmik cəhətdən sakit ərazilərdir, platformalardır, yəni doğrudur. Cavabımız elə C-dir. D-də sahillərinin isti okean cəryanı keçir ifadəsi. Biz bunu 1 rəqəminə uyğun olaraq Mozambik və ya 2 rəqəminə uyğun olaraq Şimali Atlantik desək də 3 rəqəmi soyuq Labradordur, o yüzden də bu doğru deyil. Vulkanik mənşə adadır, xeyr bunlar materik mənşə adalardır. 34-ə baxaq. Xəritə sxemdə iştiqlənmiş ərazilərin landşaftları üçün səciyyəvi olan əlamətlər, təqdim edilən ərazilər Ceyran çöl və eyni zamanda Qobustanın alça dağlıq ərazilərdir. Bu ərazilər arid iqlimdə alça dağlığın yarımsərra landşaftın formalaşdığı ərazilərdir. Bizə də məhz landşaftlar üçün səciyyəvi doğru ifadələri seçmək tələb edilir. Suvarma əkinçiliyi quraq olmasına baxmayaraq bu ərazilərin torpaqların əsasən bedlint olması əkinçiyə yaramamasıdır. Ona görə də əkinçilikdə bu ərazidə istifadə edilmir. Bu ərazilər daha çox qış otlaqları kimi istifadə ediləcək. 2-də yazılan ifadə doğrudur. Məhz təqdim edilən hər iki ərazidə dağ yarımsəhra landşaftı inkişaf etmişdir. Həmin bu ərazidə qış otlaqları kimi də istifadə edilməkdədir. Qışın mülayim keçməsi və qismən yağıntıların düşməsi, təbii ot örtün yaranması, belə deyək, səciyyəvi haldır. Davam edirik. Neogen dövrünün çökmə suxullarına rast gəlinir. Bu ifadə də doğrudur. Məhz belə alçaq dağlıq ərazilərdə Neogen dövrünün çöküntülərinə rast gəlinir. 2, 3, 4 doğrudur. Buna uyğun cavabı isə Y variantıdır. Euro dövrünün çöküntülərinə rast gəlinmir. Bu adətən Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərindədir. Sıx məskunlaşmış ərazilərdir. Xeyr, bu ərazilər əlverişsiz təbii şərait olduğuna görə zəif məskunlaşmış ərazilər hesab edilir. Növbəti testə diqqət edək. Əhalinin məskunlaşmasına aid proseslərin məntiqi ardıcıllığını bizdən istəyir. Verilən ifadələri özünüz üçün oxuyun. Daha sonra isə doğru cavabı diqqət edək. Burada ilk öncə Bakıda qeyri-istehsal sahələrin üstün inkişafı 3-dən başlamalısınız. Daha sonra
Bununla əlaqədar regionlardan əhalinin Bakı şəhərinə miqrasiyası baş verir, daxili miqrasiya baş verəcək. Və bu da şəhər ətrafı yaşayış məntəqələrinin genişlənməsinə səbəb olacaq. Çünki köçən əhali adətən şəhər ətrafında belə deyək də kasıb məhəllələr və eyni zamanda biz onları Türkiyədə gecəqondu kimi adlandırırıq. Azərbaycanda da bənzər elə tip yaşayış məntəqələri nəticəsində şəhər böyüyür. Daha sonra 2 yazırsınız. Bu da əlbəttə ki, öz növbəsində şəhər əhalisinin artması, şəhərdə yüksək sıxlığa və tıxacların yaranmasına səbəb olacaq, 4 gələcək. Sonda isə sosial və ekoloji problemlərin daha da kəskinləşməsinə səbəb olacaq, 5 gələcək, buna uyğun Y variantı olacaq. Davam edirik, 36 diqqət edək. Xəritə sxemdə verilən fiziki coğrafi rayonlara dair ümumi əlamətlər, təqdim edilən fiziki coğrafi rayonlar Talış və bir də Günüt Qapıcıqdır. Landşaft inversiyası müşahidə edilir. İnversiya şaquli ardıcın pozulmasıdır. Bu Talış üçün səciyyəvidir. Günlük Qapıcıqda belə bir hal yoxdur. Kiçik Qafqaz tektonik qalxmasına aiddir. Bu doğrudur. Çünki həm Naxçıvanın dağlıq hissəsi, həm Talış dağları, həm də Kiçik Qafqazdakı dağlar elə B variantındakı Kiçik Qafqaz tektonik qalxmasına aiddir. Doğrudur. Ən hündür zirvəsi 3000 metrdən yüksəkdir ifadəsi Günlük Qapıcıq üçün səciyyəvidir. Çünki burada Qapıcıq zirvəsi var 3904 metr. Həmçinin Dərəliyəzdəki Küküdağ da 3120 metr, 3000 plusdur və digər bir neçə də 3000 keçən zirvələr mövcuddur. Amma Talış dağlarında ən hündür nöqtə Kömürköy zirvəsidir ki 2493 metrdir. O yüzden də bu ola bilməz. Sarı torpaqlar Lənkərandadır, Talış regionundadır. Burada isə rast gəlinmir. Polimetal ehtiyatlarına isə Şarur ərazisində, yəni Naxçıvanda da Günüt Qapıcığa uyğun gəlir. Talışda isə Filiz Badəqasında rast gəlinmir. Davam edək. 37-də deyir ki, dövlət qurumuna malik olmayan Türk xalqlarını seçmək tələb edilir. Naqoylar bizim doğru cavabımız olacaq. Onların hər hansı bir dövlət qurumu yoxdur. Çuvaşların isə Volqa-boyu regionunda əlbəttə ki, Çuvaşistan və ya Çuvaşiya Respublikası mövcuddur. Karəmlərin də hər hansı bir dövlət qurumu yoxdur. Şorlar da doğru cavab 1-3-4 D variantıdır. Bunların hər hansı bir dövlət qurumları yoxdur. Ancaq Başqırtlar da Naqoylar kimi, daha doğrusu Çuvaşlar kimi Volqa boyunda onların Başqırdistan Respublikası var. Sonra Qaraçaylıların da Şimali Qafqazda Qaraçay-Çərkəz Respublikası var. O yüzden də doğru cavab 1-3-4'dür. Növbəti 38'e baxaq. Sxemini tamamlayın deyir. Kaynoza erasına uyğun olaraq Avrasiya Şimali Amerika qeyd edilib. Şimali Amerikadakı sahil sıra dağları bilirsiniz ki, bunlar Kanadanın qərbində Kordilyer dağlarında yerləşən sıra dağlarıdır. Rəqəmlərə uyğun gəlin baxaq. Aha. Alp dağları qeyd edilib. 1'ə, daha sonra inkişaf etmiş ölkələr kimi İsveç, Kanada. Elə A variantı doğru cavab yoldaşlar. Belə ki, bir rəqəmli Alp qeyd edilib. Avrasiyada yerləşir və Kaynoza erasının məhsuludur Alp dağları. Daha sonra inkişaf etmiş ölkələr qeyd edilib. Yəni inkişaf etmiş ölkələrin ərazilərində biz bunları görə bilərik. Həm Alp dağını, həm də sahil sıra dağlarını. Misal üçün də müvafiq olaraq sol tərəfdə Alp dağları İsveçrə, Avstriya kimi dövlətdir. Yəni biz bura deməli İsveçrə qeyd edə bilərik. Və yaxud da ki, sahil sıra dağları isə Kanadanın qərbindədir. Beləliklə doğru cavab həqiqətən də bu rəqəmlərə uyğun olaraq A variantı uyğun gəlir. Digər variantlarda isə müxtəlif xətalar var. Belə ki, B variantında bir rəqəminə Karpat yazılıb. Karpat əslində Kaynozoyda yaranan dağdır və Avrasiya arasında yerləşir. Doğrudur. Yeni sənaye ölkələri kimi burada İtaliya və ya Meksika yazılıb. Burada İtaliya yeni sənaye ölkəsi deyil. Və yaxud da ki, digər variantlardakı xətaları da sizə bildirim. Kunlun qeyd edilib bir rəqəminə. Kaynozoyda Kunlun yaranmayıb. Yəni də başlayanda bir rəqəmindən səhvdir. D'də Kopetdağ yazıb. Həqiqətən də Kopetdağ Kaynozoyda yaranıb. Davam edək. İnkişaf etməkdə olan ölkə kimi Kopetdağ Türkmənistan sahilində yerləşir. Ancaq sahil sıra dağlar inkişaf etməkdə olan ölkə arasında deyil. O yüzden də burada bu da pozur. Həmçində sahil sıra silsiləsi Kuba ərazisində də uyğun gəlmir. Bu da pozacaq. Himalay dağı 1'ə uyğun gəlib. Doğrudur. İnkişaf etmiş ölkə olaraq Nepal qeyd edilib. Yanaşma doğru deyil. O yüzden də Y də xətalıdır. Növbəti test nizamına başlayaq.
Kəsmə hündürlük 4 metr olarsa, AB nöqtələri arasındakı mütləq hündürlükləri hesablayın. Mütləq hündürlük tapmaq üçün 5 ştrixlərə baxmalıyıq. Kənarı doğru olduğuna görə müsbət təpə olduğunu deyə bilərsiniz. B hündürdə, A alçaqdadır. Bir kəsmə isə 4 metrdirsə, A-nı tapmaq üçün 12-dən bir kəsmə isə 4-ü çıxırsınız, edir 8 metr. B-ni tapmaq üçün isə 12-nin üzərinə 4-ü gəlirsiniz, bu da edir 16. Doğru cavab A 8 metr, B isə 16 metr. Buna uyğun cavab isə 8 və 16 C variantında verilib. 40 nömrəli test tapşırıcılığına baxaq. Uyğunluq müəyyən etmək tələb edilir. Şimali Afrika, Avstraliya, Yaponiya və Koreya Respublikası üçün fikirlər verilib. Onları oxuyaq. Yanacaq enerji ehtiyatlarla zəngindir. Bu Afrikanın şimalındadır. Söhbət Əlcəzair və Liviya kimi neft-qaz ölkəsindən gedir. Davam edək. Daş, kömür və filiz ehtiyatları çoxdur. Söhbət Avstraliyadan gedir. Avstraliyada bilirsiniz ki, həm filiz ehtiyatları var, həm də daş, kömür ehtiyatı var. Filizlərdən biz burada boksit, dəmir və yaxud da ki, qızıl kimi müxtəlif filiz ehtiyatlarının adını çəkə bilərik. B gedir ikinciyə. Mineral xam mala zəif təmin olunduğundan tələbat idxal, yəni gətirmə hesabına ödənilir. Söhbət Yaponiyadan gedir. C getdi üçüncüyə. Dünyanın mütləq maksimum temperaturu ərazisində qeydə alınmışdır. Mütləq maksimum temperatur bilməlisiniz ki, Liviyada da 8 dərəcə və bu Şimali Afrika regionuna uyğun gəlir. Hasil edilən, çıxarılan xam malın çox hissəsi Şərqi Asiya ölkəni ixrac edən isə Yaponiyadır. Üzr istəyirəm, Avstraliyadır. Yəni Avstraliya Yaponiya deməli ixrac edir daha çox. Beləliklə Y gedər Avstraliyaya. Beləliklə A, D, B, Y və C, B variantı doğrudur. 41-ə baxaq. Sxemdə verilmiş çayın orta meyilliyi 0,9 metr/kilometr olduğunu bilərək çayın uzunluğu neçə kilometr olduğunu tapmaq tələb edilir. İlk öncə çayın meyilliyini buradan sizin üçün qeyd edeyim. Meyilliyi tapmaq üçün çayın düşməsini bölürük uzunluğuna. Düşmə mənbə ilə mənsəb arasındakı fərqdir. Burada veriləndən ilk öncə düşməni tapaq. Bunun üçün kəsmə yüksəkliyə diqqət edirik. 900-dən 300-ü çıxırsınız. Gəlin kəsmə yüksəkliyi tapaq. 900 çıxırsın 300. Elədi 600. Böləcəksiniz. Arada 2 dənə kəsmə yüksəkliyi var 2-yə. Bu da eləyər 300 metr. Deməli kəsmə yüksəklik 300 metrdir. Düşməni tapmaq üçün isə çay buradan başlayır və bura tökülür. Müvafiq olaraq neçə kəsmə yüksəkliyi olduğuna baxaq. 1, 2, 3. Deməli biz çayın düşməsini tapmaq üçün bir kəsmə yüksəkliyi 300-ü vururam kəsmə yüksəkliyin sayına 3-ə, bu da elədi 900 metr. İndi isə verilənlərə diqqət edək. Bizə meyilliyi verib 0,9. Düşmədə bəllidir. Yerinə qoyaq, yazaq. 0,9 bərabərdir. Düşmə 900. Uzunluq bilmirik. Bunu elə x yazaq geçsin. Bircə dəqiqə. X kilometr. Buradan da x-i tapanda əlbəttə ki 900-ü böləcəksiniz 0,9-a. Bu da eləyəcək 1000 kilometr. Beləliklə çayın uzunluğu Y variantıdır. 1000 kilometr eləyəcək. 42-yə baxaq. Verilmiş iqlim diaqramının aid olduğu inzibati rayon üçün doğru fikirləri müəyyən edin. Təqdim edilən bu iqlim diaqramında temperatur gedişatının 0-25 arasında dəyişdiyini, orta göstəricinin 12,5 olduğunu, yağıntıların illik miqdarının 1036 mm bərabər olduğunu görürük. Göstərilən diaqram bizə söhbətin Zaqataladan getdiyini deməyə əsas verir. Zaqatala inzibati rayonundan gedir. Zaqatalada bilirsiniz ki, bu iqlim diaqramı qışı quraq keçən mülayim isti iqlimdir. Beləliklə bizə aid doğru ifadələri istəyir. Gəlin oxuyaq. Qışı quraq keçən mülayim isti iqlim təbii tipi sərcəvidir. Bir doğrudur. Çaylar əsasən buzlaq sularına qidalanır. Zaqatala və Böyük Qafqazın cənubuna axan çaylarda əsasən qarışıq qidalama və yeraltı sular deyə bilərsiniz. Buzlaqlar isə yüksək dağlıqda mənbəyini götürən Samur, Qusar, Qudiyal, Dəmrəparan kimi çaylar üçün sərcəvidir. Qışı soğuq keçən yarımsara quru çöldür. Az öncə birdəki ifadənin doğru olduğunu bildirdik. İnterzonal landşaft yayılır. Bu doğrudur. Çünki Qanı-Qaya çayda düzən meşələr formalaşıb. Şirin Qurunustan sətə yaxın olmasına əlaqədar. Elə birinci testimizdə də o barədə danışmışdıq. Beləliklə 1-4 doğru cavab D variantıdır. 5-də ölkəmizdə ən çox yağıntı düşən inzibati rayon
rayondur deyir. Bu yanlışdır. Bilirsiniz ki, həmin ən çox yağıntı düşən rayon Lənkəran inzibati rayonudur. Davam edək. 43-də əhalinin yaş tərkibini əks etdirən diaqramların hansı ölkələrə aid olduğunu müəyyən edin. Təqdim edilən birinci diaqramda yaşlıları göstərən daha tünd rəngin daha çox olduğunu, ikincidə isə az olduğunu göstərir. Əlbəttə bilməlisiniz ki, inkişaf etmiş ölkələrdə, burada belə bir məqam qeyd edək, inkişaf etmiş ölkələrdə, həmçinin Şərqi Avropa kimi regionlardakı dövlətlərdə orta müddəti yüksəkdir, təbii artım isə aşağıdır. Xüsusilə də təbii artımın aşağı olmasına əlaqədar olaraq yaşlı əhalinin payı artır. Buna uyğun əlbəttə ki, A-nı qeyd edə bilərsiniz. Eyni zamanda Lüksemburqu, D-ni və bir də Şərqi Avropadakı Belarusu bildirə bilərsiniz. İkinci diaqramda isə burada görürük ki, yaşlı əhalinin payı azdır və bu əlbəttə ki, inkişaf etməkdə olan ölkələr, hansı ki, yüksək təbii artımın səciyyəvi olduğu dövlətlərdən gedir. Buna uyğun B və bir də bircə dəqiqə C uyğun gələcək. Doğru cavab A, D, Y və B, C olacaq. B doğru variantdır. Növbəti testimizin izahına başlayaq. 44-də baxaq. Uyğunluğu müəyyən edin. Endogen daxili qüvvələrin təsirindən formalaşan relyef formalardır. Eksogen xarici qüvvələrin təsirindən formalaşan relyef formalardır. Kars prosesi, Kars mağarası yeraltı suların təsirindən formalaşır və bu xarici qüvvə hesab edilir. Davam edək. Eksogen oldu. Okean novları isə tavaların hərəkətinə əlaqədar endogen qüvvənin təsirindən formalaşır. Endogendir o. Barxanlar səhralardakı küləyin təsirindən belə deyək, qum təpələridir və külə isə xarici qüvvədir. Eksogenə gedər. Qırışıq dağlar litosfer tavalarının üfüqi hərəkəti ilə əlaqədar formalaşır. Endogen qüvvələrə aid edilir. Trok dərələr buzaqların hərəkəti ilə əlaqədar formalaşan dərələrdir. Bu isə buzaqların fəaliyyəti eksogen qüvvə kimi eksogen relyef formalarına aid ediləcək. Beləliklə BD və AC-yə doğru cavab olaraq C variantı edir. Növbəti testimizin izahına keçid alaq. 45-də uyğunluğu müəyyən edin tələb edilib. Zeytun, şəkər qamışı və kətana dair ifadələri oxumalıyıq. Əsas becərmə arealları Braziliya, Hindistan və Kubada yerləşir. Söhbət şəkər qamışından gedir, çünki istiyə böyük tələbkardır. Davam edək. Yüngül sənayedə xammal kimi istifadə olunur. Söhbət kətandan gedir. Lifli bitkilərdə pambıq kətan elə B də gedir üçüncüyə. Aralıq dənizinin sahillərində becərməsi üçün əlverişli təbii şərait var. Deməli, söhbət zeytundan gedir. Həmçinin bu təbii şəraitdə üzüm və sitrus meyvəçiliyi inkişaf etdirilir. Ukrayna, Polşa, Belarus, Şərqi Avropa regionlarında əsas əkilənlər isə əlbəttə ki, kətan, kartof və yaxud da ki, taxıl kimi, şəkər çuğunduru kimi bitkilərdir. Buna uyğun D gedər kətana. Davam edək. Rütubətli tropik və subekvatorial isti və rütubətli iqlim şəraitində əlbəttə ki, aqroiqlimə güclü tələbkar olan şəkər qamışı bu üç bitkidən becəriləcək. Y-də gedər ikinciyə. Doğru cavab 1-ə C, 2-yə A-yə, 3-ə B-də A variantı edir. 46-da Qapıcıq, Kömürköy, Camış dağı üçün ümumi əlamətləri bizdən istəyir. Qar xəttindən yuxarıda yerləşməsi yanlışdır. Bu yalnız Qapıcıq üçün keçərlidir. Qar xətti 3900-dən yuxarıda formalaşır. Bu hündürlüyü keçən isə yalnız Qapıcıqdır. Kömürköy 2493. Gəlin üstünə hündürlükləri qeyd edək. 3904 Qapıcıq Zəngəzur silsiləsində Naxçıvanda. Kömürköy 2493 Talış dağlarında. Camış dağ Murad dağ silsiləsindədir. 3724 metrdir. Davam edirik. Kiçik Qafqaz tektonik qalxması zonasına aiddir. Bu doğrudur. Hər üçü Kiçik Qafqaz qalxma zonasıdır. Mülayim isti iqlim tipi hakimdir. Bu ifadəyə diqqət edək. Söhbət nədən gedir? Qapıcıq 3904-dür. Biz bilməliyik ki, 2700-dən yuxarıda dağ tundra iqlimidir. Və yaxud da ki, Kömürköy qismən soyuq iqlim və ya orada müxtəlif yarımsərə iqlimlərdə formalaşır. Camış dağda isə dağ tundra olacaq. Bu ifadə yanlışdır. Ölkəmizin qərbində yerləşməsi bu yalnız Qapıcığa uyğun gəlir. Qismən də Camış dağı, Kömürköy isə cənub-şərqdədir. Davam edirik. Yerləşdikləri təbii vilayətin ən hündür zirvələridir. Bu doğrudur. Belə ki, Qapıcıq yerləşdiyi Orta Araz vilayətinin ən hündür nöqtəsidir. Kömürköy Lənkəran vilayətinin
ən hündür zirvəsidir. Camışdağ Kiçik Qafqaz vilayətinin ən hündür zirvəsidir. Aid olduqları silsilədə vulkan mənşəli süxurlar yayılmışdır. Bu da doğrudur. Vulkanik süxurlar həm Kiçik Qafqazda, həm Naxçıvanda, həm də Talış dağlarında rast gəlinir. Və bizdən də ümumi cəhət istədiyinə görə doğru cavab 2, 5, 6. Buna uyğun da B variantıdır. Davam edək. 47-də. Xəritə sxemdə təsvir edilmiş ölkə üçün doğru fikirləri müəyyən edin. 10 şimal və 20 şimal arasında yerləşir təxminən. Söhbət Filippin dövlətindən gedir. 120 dərəcə şərq uzunluğu Cənubi Çin dənizinin şərqində yerləşir. Filippin dövlətindən gedir. Subekvatorial və ekvatorial iqlim quşlarında yerləşir. Bu doğrudur. Cənubi ekvatorial, şimal subekvatorial uyğun gəlir. Ruapehu vulkanı burada deyil, Apo buradadır. Ruapehu Yeni Zelandiyadadır. Fəal seismik zonada yerləşir, doğrudur. Aktiv fəal seismik zonadır. Sakit Okean odlu əlaqəsinə uyğun gəlir. Əhalisi əsasən Çin-Tibet dil ailəsinə aiddir. Çin-Tibet yox, Avstraneziya dil ailəsinə aiddir. Sonra sahillərini Sarı və Filippin dənizləri yuyur. Buradan da görürsünüz ki, Sarı yox, əslində Cənubi Çin və Filippin dənizləri yuyur. Burada 5 də səhvdir. İqliminə isti okean cəryanları təsir edir. Bu doğrudur. Beləliklə, həm şimal Passat, davamında isə Kurasiya cəryanı beləliklə isti cəryanların təsirinə məruz qalmaqdadır. Xüsusilə də şimal Passat cəryanları. Cavab nə oldu? 1, 3 və 6. A variantı doğrudur. 48-ə baxaq. Qəbələ rayonunda 2005-ci ildə şəhər əhalinin sayı 11,6 min nəfər. 2009-cu ildə isə 32 min nəfər olmuşdur. Bu dövr ərzində şəhər əhalinin orta illik artımını hesablayın 1000 nəfərlə. Bunun üçün ilk öncə əhalinin sayının nə qədər dəyişdiyini tapaq. Belə ki, 32 mindən çıxırıq 11.600 nəfəri. Buradan da gəlin baxaq görə nə qədər eləyir. 20.400 nəfər artıb. Bu 20.400 nəfər neçə il ərzində artıb? Bizdən orta illik istəyir. 2005-dən 2009-a qədər 4 il keçib. O yüzden də bunu da 4-ə bölməliyik. 4-ə bölsək 5, 20, 0, 4 bir dəfə, bir də 5100. Və bunu biz 1000 nəfərlə ifadə etməliyik. Bunu da əlbəttə ki 1000-ə bölməlisiniz. O da eləyəcək 5,1. Doğru cavab C variantı. Bir daha izah təkrarlayıram. Belə ki, bizdən orta illik artımın neçə min nəfər olduğunu soruşur. İlk öncə biz 32 mindən əvvəlki ildəki sayı çıxdıq. Bu da elədi 20.400 nəfər. 20.400 nəfər diqqət edirsinizsə 2005-dən 2009-a 4 il keçdiyinə görə 4-ə bölürsünüz. Orta hesabla hər il neçə nəfər artdığını hesabladıq. Bu da 5100 nəfər edir. Sualın cavabında bizdə 1000 nəfərlə ifadə etmək tələb edilir. Aldığımız bu rəqəmi 1000-ə bölərək 5,1 olduğunu qeyd etdik. 49-a baxaq. Əhalinin və sənaye müəssisələrinin dəniz sahilinə doğru irəliləməsinin dünya okeanda yaratdığı qlobal ekoloji problemləri bizdən. Deməli, A variantında qeyd edilir ki, okeanın təbii sərvətləri tükənir, doğrudur. Eyni zamanda okean suları sürətlə çirklənəcək. Bu da doğru ifadədir. Doğru cavab elə A'dır. Sonra 50-də cədvələ əsasən doğru sıralar müəyyən edin. İqtisadi rayon, iqlim tipi və torpaqlar təqdim edilib. Abşeron Xızı İqtisadi rayonunda yarımsərə quru-çöl iqlimi doğrudur və bozqon torpaqlar rast gəlinir. Bir doğrudur. Mərkəzi Aran İqtisadi rayonunda yarımsərə quru-çöl tünd şabaldı deyilir. Yarımsərə quru-çöl iqlimində tünd şabaldı ola bilməz. Boz-bozqonlar olur. Tünd şabaldı isə dağıt ərazilərdə olur. Davam edirik. Qarabağ İqtisadi rayon ərazisində mülayim isti iqlim şəraitində boz çəmən. Mülayim isti iqlimdə boz olmur. Boz yarımsərada olur. Bu ifadə də yanlışdır. Adətən mülayim isti iqlimdə biz şabaldı torpaqları və yaxud da ki qəhvə dağ meşəni qeyd edə bilərdik. Şərqi Zəngəzur İqtisadi Coğrafi rayon ərazisində soyuq iqlimdə dağ çəmən torpaqları bu doğrudur. Çünki soyuq iqlim təxminən 1000 metrdən 2700-ə qədər olan aralıqdadır. Xüsusilə də 2000-dən 2700 aralığında dağ çəmənliklərində dağ çəmən torpaqları olacaq. Bu doğrudur.
Gəncə Daşkəsən İqtisadi Coğrafi rayonunun soyuq iqlim şəraitində Şabaldı. Soyuq iqlim az öncə bildirdim. Hardasa 1000 metrdən daha yuxarı hündürlüklərdə olur. 2700-ə qədər. Şabaldı isə o qədər hündürlükdə formalaşa bilməz. Şabaldı adətən dağıt ərazilərdə hardasa belə deyək də 800 metrə qədər olan dağ ətəklərində olacaq, alçaq dağlıq ərazilərdə. Qazax Tovuz İqtisadi Coğrafi rayonu mülayim isti iqlimdə dağ qara torpaqlar lokal şəklində olacaq. Bu da doğrudur. Beləliklə 1, 4, 6 buna uyğun Y variantı doğrudur. Növbəti testin izahına keçid alaq. 51-ə baxaq. Euler-Venn diaqramına əsasən uyğun bəndləri müəyyən etmək tələb edilib. Cape York Ərəbistan yarımadasına dair ifadələr uyğunlaşdıraq. Qırmızı qonur torpaqlar üstünü təşkil edir Cape York yarımadasında, çünki subekvatorial iqlim şəraitində formalaşır. Ərəbistan səhralarında isə boz-boz qonur torpaqlar olacaq. Tropik hava kütləsinin təsir edir. Bu hər ikisinə aiddir. Belə ki, Cape York subekvatorialdır. Qış aylarında tropik gəlir. Ərəbistan tropik iqlimdədir. İl boyu tropikin təsiri altındadır. Rütubətli qəm sağlığı 0,15-dən kiçikdir. Elə Ərəbistandır, çünki quraq ərazidir, səhradır. Tropikin enən hava axınları burada yağıntıdan az düşməsinə, quraq keçməsinə səbəb olur. Defiliasiya prosesi güclüdür. Küləyin fəaliyyəti səhralarda olur. Səhra isə Ərəbistandadır. 4 də gedir Ərəbistana. Boksit ehtiyatla zəngindir. Dünyada ən böyük boksit ehtiyatı Avstraliya şimalındakı Cape York yarımadasından gedir. Deməli, birinciyə gedər. Şərq yarımkürəsində yerləşir. Hər ikisi Greenwich sağda yerləşir, yəni şərq yarımkürəsindədir. Beləliklə doğru cavab 1, 5, 3, 4, 2, 6 D variantı eləyir. 52-də bütün fəsillərin aidi müşahidə edildiyi ovalıqlar deyil. Bütün fəsillər deyəndə 4 fəsil nəzərdə tutulur. Söhbət mülayim və subtropik iqlim qurşaqlarına gedir. Mississippi ovalığından gedəcək, doğrudur, çünki əsasən mülayim qismə subtropikə düşür və 4 fəsil müşahidə ediləcək. Orinoco subekvatorialdadır, burada 2 fəsil olacaq. Hindqang da subekvatorialda 2 fəsil olacaq. Amazon ekvatoriala düşür, əsasən 1 fəsil olur. Lənkəran əlbəttə ki, subtropik iqlimdə 4 fəsildir. Mississippi-də 4 fəsil olduğunu demişdik. Böyük Çin düzənlikdə subtropik qismə mülayim və qeyd edəcəksiniz ki, əlbəttə ki 4 fəsildir, doğrudur. 1, 5 və 6 buna uyğun isə Y variantı doğrudur. 53-ə baxaq. Xəritə sxeması əsasən 1-ci və 4-cü rəqəmləri ilə göstərilən ölkələrin 1-ci və 4-cü söhbət Finlandiya və eyni zamanda Macaristan dövlətlərindən gedir. 2-ci və 3-cü rəqəmlərlə göstərilən 2-ci Belçikadır, 3-cü isə Avstriya dövlətidir. Onlardan fərqli xüsusiyyətlər istəyir. Deməli, bunlardan fərqləndirən. 1. Unitar inzibati ərazi quruluşuna malikdir. Həqiqətən Finlandiya və Macaristan unitardır. Belçika, Avstriya isə federativdir. Doğrudur. Demoqrafik keçinin 4-cü mərhələsi xarakterdir. Bu, hamısı üçün səciyyəvidir. Aşağı doğum, aşağı ölüm və təbiətin aşağı olması səciyyəvidir. Şərqi Avropa ölkələridir. Bu ifadə yanlışdır, çünki birinci ölkə Finlandiya Qərbi Avropa dövlətinin şimal regionuna daxildir. Dağlıq relyefin üstünü təşkil etməsi, bir dəqiqə. Birinci və 4-cü dağlıq relyef üstün deyil, bu yanlış ifadədir. Düzənlik relyefdir Macaristan və Finlandiya. Əhalisinin əsas hissəsi Hind-Avropa dil ailəsinə aid deyil. Diqqət edək. Finlandiyalılar, yəni finlər və macarlar bilirsiniz ki, Ural dil ailəsinin Fin-Uqor dil qrupuna aiddir. Bu ifadə həqiqətən doğrudur. Amma Belçika, Flamandlar və ya Avstriyadakı əhali əlbəttə ki, Hind-Avropa dil ailəsinə aid ediləcək. Deməli, doğru cavab burada açıq testdə olduğuna görə yalnız 1 və 5 olacaq. 54-də baxırıq. Şahdağ və Bazarcı zirvə arasındakı atmosfer təzyiq fərqini hesablayın. Bunun üçün əlbəttə ki, aradakı hündürlük fərqini birinci tapmalıyıq. Bazarcı 4466 metr, Şahdağ isə 4243 metrdir. Bunlar arasındakı hündürlük fərqinə baxdığımızda diqqət edək. 223 mm hündürlük fərqi var. Hündürlük fərqi də təzyiq fərqini çevirmək üçün ona bölmək lazımdır. Çünki hər 10 metr qalxdığımızda 1 mm azalır. Bu da 22,3 olacaq. Millimetr civə sütunu. Beləliklə doğru cavab 22,3 eləyir. 55. Tropik xətti ilə kəsişən adaları müəyyən edin deyir. Madagaskar doğrudur. Cənub tropik xəttindən kəsişir. Tayvan da doğrudur yoldaşlar. Deməli qeyd elədik ki,
1, 2. Yeni Gvineya ait değil, kesmir. Filippin'de tropikler kesmeyecek. Tasmanya'da tropikler kesmir. Doğru cevap yalnız 1 ve 2 olacak. Devam edirik. Mongolistan və Qazaxıstan təsərrüfat strukturuna aid olan oxşar əlamətlər. Diqqət edək, oxşar əlamətləri bizdən istəyir. Xarici iqtisadi əlaqədə dəniz limanları mühüm əhəmiyyət kəsb edir. Oxşar əlamət kimi bunu götürə bilməzsiniz, çünki Mongolistan ümumiyyətlə dənizə çıxışı yoxdur. Davam edirik. Davam edək. Ərazisində cavan platformalar yerləşir. Qazaxıstan ərazisində cavan platforma bəli yerləşir, ancaq Mongolistan ərazisində biz cavan platforma görmürük. Bu da yanlışdır. 3-də qeyd edir ki, arid iqlim şəraitində ekstensiv otlaq heyvandarlığı inkişaf edib. İnkişaf etməkdə olan ölkələrdə otlaqların genişləndirilməsi hesabına heyvandarlığı inkişaf edirlər. Hər ikisi üçün ortaq ifadə kimi götürmək olar. Çünki hər ikisi inkişaf etməkdə olan ölkələrdir. Davam edir və geniş otlaqlara malikdir. Şirin su ilə təminatda problemlər mövcuddur. Bu ifadə də doğrudur. Təqdim edilən ərazilərdə şirin su ehtiyatı xüsusilə də Mərkəzi Asiyanın quraq iqliminə əlaqədar formalaşıb. Neft və təbii qazın iri ixracatçıları ifadəsi Qazaxstana aid olsa da Mongolistan iri ixracatçısı deyil, belə ehtiyatlar mövcud deyil. Rusiya ilə və Çinlə quru sərhədlər var. Hər ikisinin bəli. Rusiya və Çinlə quru sərhədi var. Cavab 3, 4, 6. Qeyd edək. 3, 4, 6. Növbəti test tapşırığına baxaq. Uyğunluq müəyyən edin deyir. Küləklər və təsir etdiyi əraziləri uyğunlaşdıraq. Madagaskar adası qeyd edə bilərik ki, Passat küləklərin təsiri altında olacaq. Ona görə də 3-ə qeyd edirik. Cənub Passatların təsiri altındadır. Sarı dəniz isə musson küləklərin altındadır. Deməli, musson küləklər təsir edirsə B-ni qeyd edək birinciyə. Çad gölü şimal Passat küləklərin təsiri altında olan ərazidədir. Qeyd edə bilərik ki, C-yə gedər üçüncüyə. Saxan adası da şərqi belə deyək, şərqi Asiyada yerləşdiyinə görə o da musson küləyinin təsiri altındadır. Sarı dəniz və Saxan adası musson küləklərinə uyğun gəldi. Ueddel dənizi isə Antarktida ətrafında yerləşən dənizdir. Qütb ətrafı ərazi olduğuna görə qütbdən əsən cənub-şərq və ya qütb küləyinin təsiri altında olacaq. Y də gedəcək ikinciyə. 1-ə B-də, 2-yə Y, 3-ə A-C uyğun cavabdır. İstəyərsəmiz oxuyaq və ona uyğun tapşırıqlar cavablandıraq. Materiklər təbii şəraitinə görə bir-birinə fərqlənir. Təhlil edəcəyimiz A materiki müxtəlif işıqlanma qurşaqlarında yerləşir və onun şərqindən qurunun ən böyük ısınma, qırılma xətti keçir. Söhbət artıq bildiniz yəqin ki, Afrikadan gedir. Davam edək. Qeyd edirəm Afrika. A materikində söhbət Afrika materikindən gedir. Sahəsinə görə ən böyük X gölü platformanın əyilmə zonasında yerləşir. X gölü bilməlisiniz ki, materikin ən böyük gölü isə bu Victoria gölüdür. Qeyd edək. X gölü Victoria. Davam edək. Nisbətən dayaz olan bu su hövzəsi okean səviyyəsindən 1134 metr yüksəkdə yerləşir. Göllə eyni regionda yerləşən vulkan mənşəli dağ materikin ən yüksək zirvəsidir. Söhbət Kilimanjaro zirvəsindən gedir. 5895 metr hündürlüyü var. Bu dağın ekvator xəttinə yaxın yerləşməsinə baxmayaraq zirvəsində temperatur il ərzində 0 dərəcədən aşağı olur. Çünki qar xəttinə malikdir. O enliklərdə təxminən 5000 hündürlükdən qar xətti formalaşır. Gölün yerləşdiyi regiondakı ölkələrin bəzilərinin dünya okeana çıxışı vardır deyə qeyd edilir. Söhbət Victoria gölündən gedirdi. Victoria gölünün ətrafında da siz bilməlisiniz ki, Uganda, Kenya, Tanzaniya kimi dövlətlər yerləşir. Bunlardan da Kenya və Tanzaniyanın Hind okeana çıxışı var. Sual 1-i oxuyaq. Mətnə əsasən A materikinin və X gölünün adını, bu gölün xüsusiyyətlərini müəyyən edib cədvəldə yazın. Yoldaşlar, 58-də təqdim edilən A materiki biz bayaqları qeyd elədik. Söhbət Afrikadan gedir. Qeyd edək. Afrika. X göldə biz bayaqları qeyd etdik ki, Victoria gölündən gedir. Və bizə bu gölün xüsusiyyətlərini müəyyən edib cədvəldə yazın deyir. İndi bizim əlimizdə bu dəqiqə cədvəl yoxdur, amma siz əgər imtahanda iştirak edib bildirdiyimiz bu Afrika materiki və Victoria gölü nəzərdə tutub fikirləri bildirmişsinizsə, yəqin ki, doğru olar. Hansı ki,
axarlı olub olmaması, yəni və s. hansı xüsusiyyətlərdən bəhs edirsə, mənşəyi məsəl üçün gölün mənşəyi tektonikdir, əyilmədədir, buna görə də yazdır. Davam edirik. 59-u oxuyuram sizin üçün. A materikin ən yüksək dağın cənub yamacının daha çox işıq və istilik aldığı ayları, zirvə ilə X gölünün səviyyəsi arasındakı təzyiq fərqini və X gölünün şərq sahilində formalaşan iqlim qurşağını müəyyən cədvəldə yazın. Deməli, ilk öncə A materikin ən yüksək dağın cənub yamacının daha çox işıq və istilik aldığı ayları cavablandıraq. Söhbət Kilimanjaro dağından gedir. Ekvator yaxın olsa da cənub yarımkürəsindədir və onun cənub yamacı daha çox istilik alacağı aylar günəşin cənub yarımkürəsində zenitdə olduğu aylardır. Bu da dekabr, yanvar, fevral aylarına təsadüf edir. Davamında deyir ki, zirvə ilə Kilimanjaro zirvəsi 5895 metrdir. X gölünün səviyyəsi arasındakı təzyiq fərqini tapdır. X gölü dediyimiz Victoria gölünün səviyyəsi 1134 metrdir. Burada qeyd edək, aradakı hündürlük fərqini ona bölərək təzyiq fərqini çevirə bilərsiniz. 5895-dən çıxacaqsınız 1134-ü və bölərsiniz 10-a. Gəlin bir dəqiqə bunu hesablayaq. 1134-ü çıxırsınız. Bu deyilir 4761 metr. Onu da 10'a bölsəz 476,1. Bir şəkildə 476,1. Beləliklə təzyiq fərqi 476,1 edir. Daha sonra bizdən nə istəyir? Gölün şərq sahilində formalaşan iqlim qurşağını müəyyən edib cədvəldə yazın deyir. Victoria gölünün şərqində isə subekvatorial iqlim formalaşır. Bunu da qeyd edə bilərdiniz. Davam edək. 60 nömrəli test tapşırığına baxaq. Mətnə əsasən A materikinə və X gölünə aid olan xüsusiyyətləri müəyyən edib cədvəldə yazın deyir. İndi bayaqlarda mətni oxuduqca biz bildirdik ki, söhbət Afrika materiki və Victoria gölündən gedir. Cədvəldə də nə təqdim edilib indi əlimizdə yoxdur və siz ona dair ifadələri uyğunlaşdırmalıydınız. Yoldaşlar, ümid edirəm bu izahımız sizlər üçün faydalı oldu. Növbəti izahlarda görüşənədək özünüzə yaxşı baxın. Hələlik. Sağ olun.